Salamünaleyküm dəyərli şagirdlər. İnşallah ki, bu günlərə başlayacağım mən bu qeyri-üzvü birləşmələrin mühüm siniflərindən danışmağa, yəni ətod bölümünə başlayacağıq inşallah. Dostlar, biz bilirik ki, maddələri ayrılır iki qrupa, saf maddələr və qarışıqlar olmaq üzrə. Sonra saf maddələrin özləri iki qrupa ayrılır. Bəsit maddələr və mürəkkəb maddələr. Sonra mürəkkəb maddələrin özləri də iki qrupa ayrılırdı. Üzvü və qeyri-üzvü maddələr və nəhayət qeyri-üzvü maddələr də 4 dənə sinifə ayrılır. Oksid əsas turşudur. Düzdür, bəzən elə maddə olacaq ki, qeyri-üzvü maddə olacaq, amma bunların heç birinə aid olmayacaq. Amma biz ümumilikdə maddələrin, qeyri-üzvü maddələrin əksəriyyətini bu 4 sinifə ayıracağıq. Mən inşallah ki, bir-bir bu siniflərlə sizi tanış edəcəm. Gəlin biz başlayaq oksidlərdən danışmağa. Oksidlərdən nələri bilməmiz vacibdir? Birincisi, oksidlərdə 2 növ element olacaq və hökmən də birisi oksigen olacaq. Bu birinci şərtimiz. İkincisi də oksidlərdə oksigenin oksidaşma dərəcəsi -2 olmalıdır. Yəni buna nəzərən baxın. Şagird soruşsan ki, ey mübarək şagird, məsələn, natrium NO3 bu oksiddirmi? Xeyr, oksid deyil. Çünki baxın görürsünüz 3 növ element var, 2 növ deyil. Və yaxud da kalsium məsələn deyək ki, xlorid. Bu oksiddirmi? Xeyr. Çünki bunun içərisində nə olsun 2 dənə element var, oksigen yoxdur. Deməli, 2 növ element olması zəruri və vacib şərtdir. Olmazsa olmaz. Dahası, deməli, bəzi maddələr var ki, onların içərisində 2 növ element olacaq, biri oksigen olacaq, amma yenə də oksid olmayacaq. Onlara diqqət eləmək lazımdır. Dəyərli dostlar, baxın, oksidlərdə oksigenin oksidaşma dərəcəsi -2 olması vacibdir, olmazsa olmazıdır. Niyə görə bu ifadəni işlədirəm? Məsələn, deyək ki, baxın, bu maddə, bir dəqiqə, bu gördüyünüz mübarək maddə oksiddirmi? Bəli. Çünki burada oksid -2-dir. Kükürt də burada müsbət 6-dır. Normal bildiyimiz oksiddir. Və yaxud da deyək ki, alüminium 2O3. Bu bildiyimiz oksiddir. Və bu bir xeyli misal çəkmək olar buna aid. Bir xeyli deməli oksidlərimiz var. Hansı elementlərə çatanda bu elementlər təhlükəli elementlərdir. Baxın, indi mən o siyahını yazıram sizin üçün ki, bu elementlərə çatanda bilin ki, bu elementlər təhlükəli elementlərdir. Bu elementlərdə diqqətli olmaq lazımdır. Hansı elementlərdə o elementlər? Burada sizin üçün yazım. Deməli, yadınızda qalsın. Bu elementlər nəymişlər? Bu elementlər təhlükəli elementlərdir. Hansı elementlərdə olar? Birincisi, aktiv metallar və hidrogen. Baxın, hidrogen, sonra gəl belə deyək də buna. Konkret olaraq 1A qrupunun elementləri, yəni hidrogendir, lityumdur, natriumdur, kaliumdur, rubidiumdur, sezyumdur, fransiyum istəməyəcəm zaten. Sonra 2A qrupunun elementlərindən də hansılardır? Konkret olaraq, baxın, bulardır. Hamısı yox, kalsium, stronsium və barium. Bu 3 dənə element. Dostlar, bu elementlərə çatanda biraz ehtiyatlı olmaq lazımdır. Bu elementlər əgər valentə uyursa oksid əmələ gətirir, uymursa oksid əmələ gətirmir. Ay müəllim, bu nə deməkdir? Baxın, məsələn üçün belə deyim. Mənə belə bir maddə verildi. Deyir ki, natrium 2O2. Bu maddə oksiddir, yoxsa yox? Gəlin analiz edək. Natrium 1A qrupunun elementidir. Yəni, birləşmələrdə 1 valentliyi göstərəcək. Oksigen də sabit 2 valentli elementdir. Onda biz valentliyi çarpaz olaraq elementlərin ayaqlarına göndərsək, baxın, natrium yuxarısındakı oksigenin ayağına, natrium yuxarısındakı ədəd oksigenin ayağına, oksigen yuxarısındakı ədəd natriumun ayağına göndərsəm, natrium 2O alacam. Dostlarım, yəni əgər oksid olsaydı, valenti uyacaqdı, formu belə olacaqdı. Yəni belə bir şey. Natrium 2O belə olacaqdı. Amma burada görürsünüz, O2 deyib. Deməli, bu oksid deyil. Yəni sizə aktiv metallar və hidrogen veriləcəksə, onda valentiyə diqqət edin. Valentə uyursa oksiddir, uymursa oksid deyil. Oldu mu? Deməli, baxın, mənim yazdığım bu maddə, bəs hansı maddə qrupuna aiddir? Onlara deyəcəklər peroksid. Yadınızda qalsın, peroksidlər oksid deyil. Və peroksidlərdə oksigen oksidaşma dərəcəsi -2 deyil. Baxın, -1-ə bərabərdir. Peroksidlər də ancaq dediyimiz kimi aktiv metallar və hidrogen əmələ gətirir. Peroksidlərdə oksigen sayı 1 vahid artıq olur uşaqlar. Yəni, məsələn üçün, buna baxın, deyək ki, kalium O2. Bu artıq peroksid deyil. Niyə deyirəm? Baxın, kalium birinci qrup elementidir. Kalium 1 valentdir, oksigen 2 valentdir. Oksid olması üçün çarpaz ayaqlara göndərsək, kalium 2O olmalıdır. Yəni, gördüyünüz kimi, 2 dənə kaliuma 1 dənə oksigen düşməlidir. Amma burada əksinədir. Yaxşı,
Peroksid olması üçün oksigenin miqdarı 1 vahid artıq olmalı. Yəni peroksid olsaydı belə olmalıydı. Kalium 2 O2. Amma burada peroksiddən də artıqdır. Deməli heç bu peroksid də deyil. Oldu mu dəyərlər? Deməli oksid olması üçün şərtimiz nədir? Elementin yanında oksigen gördük, buna oksid deyəcəyik. 2 növ element olsun, bir oksigen olsun. Elementin yanında oksigen gördük, buna oksid deyəcəyik. Amma şərtimiz var ki, aktiv metallarda biraz ehtiyatlı olacaq. Aktiv metallarda valentiyyət hökmən diqqət edəcək. Uyub, uymuyub. Uyubsa oksiddir, uymuyubsa oksid deyil. Bir də uşaqlar yadınızda qalsın, flör elementi ümumiyyətlə oksid əmələ gətirmir. Bax, bu hissəyə bir dənə diqqət edin. Bax, flör elementinin oksidi yoxdur. Səbəb, çünki flör hər zaman mənfi 1-dir. Onda oksigenləşmə dərəcəsini hesablasaq, burada müsbət 2 olur oksigen. Burada da müsbət 1 olur. Baxın, mənfi 2 olmalı. Ona görə də oksid deyirlər. Həmçinin burada gördüyünüz, baxın, bu maddələrin adları bəsdir. Bunlar heç peroksid də deyil. İndi altından xətt çəkdiyim maddələr var. Natrium O2, nə bilim, kalium O2, kalium O3 bunlar. Bu ilk iki dənəsinə deyəcəklər superoksid. Sonuncuya deyəcəklər ozonid. Dəyərli dostlarım, yadınızda qalsın. Superoksidlər, peroksidlər, ozonidlər, həmçində oksigenin florla birləşmələri oksid deyil. Amma bir də yenə də uşaqlar bu məsələyə qayıdıram ki, şagirdlər bəzən yanlış olaraq götürürlər aktiv metalların oksidlərinə, deyirlər yəqin bu oksid deyil. Yox, qorxmayın, aktiv. Məsələn, baxın, kalsium və oksigen hər ikisi ekvivalentlidir. Çarpaz gedir, ixtisar gedir daha doğrusu. Kalsium O. Bitdi. Baba oksiddir. Bal kimi, gül kimi oksiddir. Heç problem yoxdur. Amma məsələn, mən maddə verə bilirlər. Kalsium O2. Bu nədir? Bu oksid deyil. Uşaqlar, bu adlanacaq peroksid. Səbəb, çünki normalda bir dənə oksigen olmalıydı, oksid olsaydı. Burada 2 dənədir. Bir vahid artıqdır oksigen. Deməli, bu peroksiddir. Yəni, yenə də oksid deyil. Qısası, oksid deməli, olub-olmadığını müəyyən etmək üçün hökmən bu parametrlərə diqqət edək. Keçək növbəti məsələmiz. Oksidlərin adlandırılması. Dəyərli dostlar, bəzi oksidlər var ki, onların tarixi adları var. Məsələn, dəm qazı, karbon qazı, kükürt qazı, nə bilim, kəlləndirici qaz, su, kvarsikum, sönməmiş və s. Bunların tarixi adlarıdır. Sonra daha sonra oksidləri bir də biz adlandıracağıq beynəlxalq adlandırma ilə. Dəyərli dostlar, ümumiyyətlə oksidləri, əgər metal oksidlərindən gəlin birinci danışaq, əgər metalımız sabit valentli metaldırsa, metalın adın və sonra da oksid sözü işlədəcəm. Yox. Əgər metalımız dəyişkən valentli olarsa, onda metalın adı, sonra onun oksigenləşmə dərəcəsini, sonra bir də oksid sözünü işlədəcəm. Amma bir şey diqqət etmək lazımdır, dəyərli dostlar. Burada deməli, oksigenləşmə dərəcəsini biz Roma rəqəmi ilə göstərəcəyik. İndi deyəcəm nə demək istəyirəm. Və bir də uşaqlar, sabit valentli metallar hansılardır? Onlar da burada sizin üçün bir daha yadınıza düşsün deyə yazıram. Dostlar, bir A qrupunun elementləri, yəni litium, natrium, kalium, rubidium, sonra sezium, həmçinin 2A qrupunun elementləri, yəni əvvəldən yazıq 2A-nı. 2A qrupunun elementlərinin hamısı, yəni deməli berilyum, magnezium, kalsium, stronsium, barium. Sonra bir də 3A qrupundan da alüminium, bir də dostlar buraya əlavə edəcəyik sink metalını. Dostlar, bu metalları görsəniz, yanında oksigen görsəniz, yəni əgər oksiddirsə, təbii ki, peroksid, ozonid falan deyilsə, oksiddirsə, o zaman nə deyəcək? Metalın adı və oksid deyəcək. Yəni, gəlin bu Yapon sözünü çörək ana dilimizə. Məsələn, mənə belə bir şey verir. Kalium 2O. Deyir, bunu adlandır. Sadəcə deyəcəm buna kalium oksid. Bitdi. Çünki bu sabit valentlidir. Dahası, və birdən dəyişkən valentli olarsa və yaxud dəyişkən oksigenləşmə dərəcəli əgər oksid olarsa, təbii ki, bu yerdə qalan metallar bu qrupa aiddir. Dostlar, onda nə edəcəm? Metalın adı, sonra onun oksigenləşmə dərəcəsi, sonra oksid sözünü deyəcəm. Yəni, nə demək istəyirəm? Məsələn, mənə belə bir şey verilibdir. Deyilir ki, bir var kuprium 2O, bir də var kuprium O. Gözümün işıqları, bax, birincidə mis 1 valentlidir, ikincidə də 2 valentlidir. Birinciyə deyəcəm mis 1 oksid. İkinciyə deyəcəm mis 2 oksid. Fikir verdinizsə dəyərlər, deməli, kalium 2O, kuprium 2O. Formullar bir-birinə çox yaxındır. Sadəcə kalium sabit valentlidir deyə mən metalın adı oksid dedim. Kuprium dəyişkən valentlidir deyə mən metalın adı valentin sonra oksid dedim. Və yaxud oksigenləşmə dərəcəsi sonra oksid dedim. Bir də dostlar, niyə bunu belə eləyiblər? Məsələn, mən desəm kalium oksid, kaliumun bir dənə oksidi var. Biləcəm ki, bundan söhbət edir. Amma mən desəm ki, misin oksidi,
Misin 2 dənə fərqli oksidi var. Mən nədən söhbət edirəm? Ona görə də dəqiq olsun deyə mis 1 oksid, mis 2 oksid, belə deyəcəm. Bu arada siz kalium 1 oksid desəz yanlış götürüləcək, ha, deməyin onu. Belə. Keçək dostlar qeyri-metal oksidlərin adlandırılması. Qeyri-metal oksidlərin adlandırılması üçün bilməli olduğumuz şey nədir? Birincisi bilmək lazımdır. Qeyri-metallar özləri hansılardır? Gəlin qeyri-metalları yadımıza salaq. Deməli, qeyri-metallarımız, baxın bunlar. Mən ən populyar olan, bizə testdə qabağımıza çıxacaq qeyri-metallardan danışıram dostlar. Qeyri-metallar, məsələn, hidrogen qeyri-metal, ikinci qrupda yoxdur. Üçüncü qrupda bor var, qeyri-metal. Dördüncü qrupda karbon və silisium var. Beşinci qrupda azot və fosfor var. Altıncı qrupda oksigen və kükürt var. Təbii ki, oksigenin oksidi olmaz deyə kükürt. Sonra dahası 7-ci qrupda da var flor, xlor, brom, yod. 8-ci qrupda olanları da yazmıram, çünki onlar oksid əmələ gətirmirlər orta məktəbə görə. Deməli, dəyərli dostlar, bu gördüyünüz elementlər qeyri-metallardır. Qeyri-metallardır. Bunların oksidlərini adlandıranda bir, bayaqki o metallarda olduğu qayda ilə adlandıracağıq. Yəni, metalın adı, sonra onun oksitləşmələri, sonra oksid sözü. Bir də dostlar, ikinci qaydamızda beynəlxalq üsulla bunları adlandıracağıq. Onda nə edəcəyik? Atomların sayını göstərəcəyik. Yəni, məsələn, belə bir şey verilir mənə. Deyilir ki, baxın, N2O3. Mən bunu necə adlandıracağım? 1, bayaqki kimi deyəcəm, azot, 3, oksid. Bir də buna deyəcəm. Baxın, azotdan 2 dənədir. Diazot, oksigen nədir? 3 dənədir. Trioksid. Daha trioksigen demirəm də. Trioksid. Baxın, deməli, elementin atomlarının sayını göstərəcəm. Sadəcə bizim dilimizdə yox, Yunan sayları ilə. Yunan saylarında burada sizin üçün qəşəng vermişəm. Mono, D, tri, tetra, penta, hexa, hepta, nona, dekaba bunlardan istifadə edəcəksiniz. Burada bir məqam var dostlar. Məsələn, deyək ki, mənə belə bir maddə verilir. N2O verilir. Baxın, burada azotdan 2 dənədir. Deyəcəm, diazot. Oksigendən də bir dənədir. Monooksid. Belə bir şey deyəcəm. Amma bizə bunu versələr, baxın, mən burada monoazot dioksid deməyəcəm ha, uşaqlar. Yadınızda qalsın ki, qeyri-metal oksidlərini adlandırarkən birinci elementdən əgər bir dənədirsə, mono sözü deyilməyəcək. Amma oksigenin monosu deyiləcək. Birinci elementimizdən burada bir dənədir. Mən burada deyəcəm sadəcə azot. Baxın, monoazot demirəm ha. Azot dioksid. Və yaxud da mənə belə bir şey verilə bilər. NO. Bunda mən nə deyəcəm? Azot, monooksid. Fikir verdinizsə, birincinin monosunu demədim. Bu qədər bəsitdir qaydamızda. Keçək oksidlərin təsnifatına. Əziz dostlarım, oksidlər bir neçə qrupa ayrılır. Birincisi, oksidlər təməl olaraq ayrılacaq. Bizim bu mübarək oksidlər 2 qrupa ayrılacaq. Bunlar hansılar? Duz əmələ gətirməyən oksidlərdir. Və bir də duz əmələ gətirən oksidlərdir. Dəyərli dostlar, duz əmələ gətirən oksidlərin özlərində 4 dənə qrupa ayrılacaq. Əsas oksid var, amfoter oksid var, turşu oksid var və qarışıq oksid var. Deməli, başlayalım bu. Yazmanı unutmuşuq. Qarışıq oksid var. Belə 4 dənə qrupa ayrıldı. Gələk. Birinci duz əmələ gətirməyən oksidlər. Dostlar, duz əmələ gətirməyən oksidlər nə edir? Birincisi, turşu və əsasların reaksiyaya girməyəcək. Əsasən belə düz istisnalar var. İnşallah siz gələcəyinə bunu öyrənəcəksiniz, istisnaları. Ümumilikdə turşu və əsaslarına reaksiyaya girmirlər. Bu birinci qaydamız. Sonra, bunlar qeyri-metal oksidləridir. Və oksigen sayları da 1-ə bərabərdir. Dostlar, cəmi 4 dənə belə bir oksidimiz var. Onları əzbərləyə zəhmət olmasa. N2O, NO, CO, silisium O. Fikir verdinizsə, azot, karbon, silisium qeyri-metaldır və burada da oksigen saylarına baxın, hamısında bir dənə oksigen var. Bəzən şagird nə ilə qarşıdırır? Silisium O2-yə deyir, duz əmələ gətirməyən. Xeyr, bu duz əmələ gətirəndir. Baxın, oksigen sayı 1 deyil. Olmaz. Mən demişəm ki, oksigen sayı 1-ə bərabər olmalıdır. Və yaxud da CO2-yə deyir. Yox, belə şey olmaz. Və yaxud da kalsium oksidə deyir, duz əmələ gətirmir. Deyir, mən bir dənə oksigen var da. Ay dost, axı bu metaldır. Mən nə demişəm? Demişəm, qeyri-metal oksid olacaq. Ona görə dostlar, sadəcə bu 4 dənəsini əzbərləyin, bitsin məsələ. Bunlar duz əmələ gətirməyən oksidlərdir. Keçək, duz əmələ gətirən oksidlərin özləridir. Demişdik, 4 dənə qrupa ayrılır. Birincisi, əsas oksidlər. Dostlar, əsas oksidlər metal oksidi olacaq bir kərə və bir də bilmək lazımdır ki, metalın valenti 1 və yaxud da 2 valentli olacaq. Və yaxud da oksidaşmə dərəcəsi müsbət 1 və yaxud da müsbət 2 olacaq.
Və bir də aktiv pasiv metallar ancaq və ancaq əsas oksid verir. Başqa oksid növlərini əmələ gətirə bilmir. Məsələn, bir nümunə deyim sizə. Dəyərli dostlar, məsələn üçün deyək ki, baxın, kuprium O. Bu gördüyünüz bir əsas oksiddir. Və yaxud da ferium O əsas oksiddir. Sonra kalsium O əsas oksiddir. Nə bilim, natrium 2 O əsas oksiddir. Yəni, metalın valenti 2 valenti və yaxud da 1 valenti gördünüzmü? Əsas oksid deyəcəksiniz, keçəcəksiniz. Bu birinci. Dahası, keçək ikinci oksid növü. Amfoter oksidlər. Amfoter oksidlərdə bu da metal oksididir. Sadəcə olaraq metalın valenti, burada biraz xəta eləmiş uşaqlar, 3 və ya 4 valentli olmalıdır. Deməli, metalımızın valenti 3 və yaxud da 4 valentli olacaqsa, bu olacaq amfoter oksid. Məsələn, bir nümunə deyim. Baxın, ferium 2O3 və yaxud da mangan O2. Bax, burada gördüyünüz kimi metalın deməli, valenti birincidə 3, ikincidə 4-dür. Bir də uşaqlar, bəlli bir metallar var, amfoter metallar var. O metallar hansılardır? Baxın, berilyumdur, alüminiumdur, sinkdir, stannumdur və plumbumdur. Bizim ən çox istifadə edədiyimiz bunlar olacaq. Bu gördüyünüz beşlik amfoter metallardır. Bunların oksidləri amfoter oksid olacaq. Yəni, burada artıq formula fikir verməyin. Məsələn, dostlar, berilyumun əmələ gətirdiyi berilyum O. Adam baxır ki, bu metal 2 valentlidir burada. Əsas oksidə oxşadı ya, uşaqlar, amma deyil. Alüminiumda heç, alüminiumda onsuz da belə alüminium 2O3 yazılır. Elə formula uyğun gəlirdi. Yəni, 3 valentlidir metal burada. Sinkin də bir dənə oksidi var. Sink O. 2 valentlidir, amma əsas oksid deyil ha, uşaqlar. Bax, bunu qulağınızda sırğa eləyin, saxlayın. Stanyumun 2 oksidini biz görəcəyik burada. Bir var stannum O, bir də var stannum O2. Bu oksidlərin ikisi də amfoterdir. Plumbum da həmçinin. Var plumbum O, bir də var plumbum O2. Bu oksidlərin ikisi də amfoterdir. Dəyərli dostlar, şagirdlərin ən çox çaşdırdığı məqam, baxın, bu oksid, çünki 2 valentlidir burada metal, burada da 2 valentlidir, burada da 2 valentlidir, burada da 2 valentlidir. Bu gördüyünüz 4 dənəsi əsas oksidlərə çox oxşayır, amma əsası oksid deyirlər. Gələk dostlar, turş oksidləri məsələsinə. Dostlarım, turş oksidlərində vəziyyətimiz necədir? Birincisi, qeyri-metal oksidlər olacaq. Yəni, nə demək istəyirəm? Hidrogen, sonra bor, karbon, silisium, azot, fosfor, oksigen yazmıram daha, kükürt, flor da təbii ki, oksid əmələ gətirmir, xlor, brom, yod. Bax, bu elementlərin oksidlərində diqqət eləyək nəyə? Əgər oksigen sayı 1-dirsə, duz əmələ gətirməyəndir. Yox, 1-dən artıqdırsa, olacaq turş oksidi. Məsələn, uşaqlar, P2O3. Baxın, fosfor qeyri-metaldır və oksigen sayı da 1-dən fərqlidir. Şahidləri ən çox çaşdırırlar bunu amfoter oksidlərlə. Məsələn, yazıram P2O3, deyirəm, müəllim, burada 3 valentlidir, deməli, amfoter oksiddir. Xeyr, uşaqlar, bu qeyri-metaldır axı. Amfoter oksid metal oksididir. Deməli, qeyri-metal olanda biz iki şeydən şübhələnməliyik. Ya bu turş oksid olacaq, ya da ki, duz əmələ gətirməyən oksid olacaq. Turş oksid olması üçün oksigen sayı 1-dən fərqli olmalıdır, yəni çox olmalıdır. Sonra duz əmələ gətirməyən oksid olması üçün də 1-ə bərabər olmalıdır. Bitdi, burada da gördüyünüz kimi 1-dən çoxdur, deməli bu turş oksiddir. Başqa bir şey də var uşaqlar. Baxın, bir də ola bilər metal oksid olsun, amma metalın valenti 5-7 arası olsun. Məsələn, uşaqlar, xrom O3. Bax, xrom burada metaldır. Amma valenti, buradakı turşda valenti 6 valentlidir. Deməli, bu turş oksiddir artıq. Sonra bilərim, nəhayət sonuncu qarışıq və yaxud da 2 qat oksidlərə. Dəyərli dostlar, sadəcə bu 3 dənə oksidə baxın. İndi deyəcəksiniz ki, əməlim, bayaq demişdim, axı, plumbum amfoter metaldır. Bu niyə amfoter oksid olmadı? Əslində, bu 2 dənə amfoter oksidin qarışığıdır. Baxın, plumbum O bir dənə amfoter oksiddir, plumbum 2O3 də bir dənə amfoter oksiddir. Bunların ikisinin qarışığı, mən çoxu dildə qarışıq deyirəm, amma təbii ki, bu mexaniki qarışıq deyil. Belə, buna qarışıq və yaxud da 2 qat oksid deyirlər. Və yaxud da ferium 3O4. 2 dənə oksidin qarışığıdır. Bir dənə əsas, bir dənə amfoter oksidin qarışığıdır. Və yaxud da mangan 3O4. Mangan O əsas oksid, mangan O2 amfoter oksid. Bu 2 dənə oksidin qarışığıdır. Keçək növbəti məsələmizə, dəyərli dostlar. Oksidlərin aqreqat halları məsələləri var. Dəyərli dostlar, birincisi, metal oksidlərinin hamısı bərk haldadır. Yəni, məsələm üçün deyim sizə. Deyək ki,
Kalsium oksid bərk haldadır. Nə bilmə, ferium 2O3 bərk haldadır. Bütün metal oksidləri bərk haldadır. Sonra dahası fosforun oksidləri, yəni P2O3 və yaxud da P2O5, sonra silisiumun oksidi, azotun N2O5-i nədir? Bərk haldadır. Maye halda olan oksidlərdə gördüyünüz bu oksidlərdə sadəcə burada bir dənə suyu da əlavə edək. H2O da həmçinin adi şəraitdə otaq temperaturunda maye haldadır. Dəyərli dostlar, bir şeyə diqqət etmək lazımdır. Normal şəraitdə SO3 bərk haldadır. Şagirdlər bunu qarışdırırlar. Əziz dostlarım, normal şərait 0 dərəcə Celsius temperatur deməkdir. Yəni 0 dərəcə Celsius temperaturda SO3-ü biz bərk götürəcəyik. Amma otaq temperaturunda, yəni 20 dərəcə Celsius və onun ətrafında olan temperaturda, ondan yuxarı olan temperaturda biz buna maye kimi baxacağıq. Sonra dahası qaz halda olan oksid növləri də var. Karbon qazı, dəm qazı, sonra NO2 qazı var, NO, SO2 qazları və s. qaz var. Sonra dahası oksidlərin rənglərinə gəlincə. Bəzi oksidlər var ki, metalların rəngi yoxdur. Amma bəzi oksidlər var ki, onların rəngləri var. Məsələn, kuprin oksidi qarı rənglidir, xrom oksidi, xrom K3 yaşıl rənglidir, kuprin K qırmızı rənglidir, NO2 qonur rəngli olan bir oksiddir. Sonra dahası kalsium oksid və P2O5 ağ rəngli olan oksiddir. Bu gördüyünüz oksidlər isə ümumiyyətlə rəngi yoxdur və yaxud da H2O-nun rəngi yoxdur ümumiyyətlə belə. Deməli, sonra oksidlərin suda həll olma məsələlərinə. Dəyərli dostlar, aktiv metalların oksidləri və turşu oksidləri. Aktiv metallar hansılar idi? Litium, natrium, kalium, rubidium, sezium, fransium, kalsium, stronsium, barium. Bu metalların oksidləri suda həll olacaqlar. Daha doğrusu onlar su ilə reaksiya girirlər. Həmçində turşu oksidləri. Turşu oksidləri bir daha yadımıza salaq, hansılar idi? 1. Qeyri-metal oksidləri idi. 2. Oksigen sayı 1-dən artıq idi. Bir də ki, metal oksidləri idi, amma metalın valenti 5-7 arasındaydı. Baxın, bu oksidlər suda həll olurlar. Bir dənə turşu oksidlərindən bu gördüyünüz, yəni qum dediyimiz bu oksid suda həll olunur. Qalanlar suda, deməli, bütün turşu oksidlər suda həll olur. Təbii ki, yerdə qalan digər turşu oksidləri, yəni məsələn deyək ki, amfoter oksidlər suda həll olunur və yaxud da deyək ki, qarışıq oksidlər suda həll olunur. Digər oksid növləri isə suda həll olunurlar. Gələk dostlar, növbəti bir maddə qrupuna. Əsaslar. Əsaslar necə maddələrdir? Əsasların tərkibində metal atomu var və yaxud da metal atomunu əvəz eləyə biləcək NH4 qrupu var və onlarla birləşən OH qrupu var. Bir və yaxud da bir neçə dənə OH qrupu var. Dəyərli dostlar, OH-ın sayı metalın valentinə bərabərdir. Çünki OH qrupu özü bir valentlidir. Məsələn, nə demək istəyirəm? Baxın, deyək ki, mənə deyir, kalsiumun əsasını yazın. Kalsium özü 2 valentlidir. Deməli, OH-ın ayağına biz mötərizəyə alıb 2 atacaq. Niyə? Çünki OH qrupu bir valentlidir. Çarpaz əgər valentliləri göndərsək, bax, görürsünüz, bunun ayağına 2 atmış olacaq. Və yaxud da deyir, alüminiumun əsasının formulunu göstərir. Alüminium 3 valentlidir. OH qrupunu deməli ayağına mən atacağam 3, çünki OH qrupu bir valentlidir. Belə. Dahası, dəyərli dostlar, OH qrupunun oksijen enerjisi -1-ə bərabərdir. Yəni, OH-ı biz yük olaraq da -1-lə qiymətləndirəcəyik. Sonra dahası, OH qrupunun sayı əsasın turşuluğunu müəyyən edir. Məsələn, bu gördüyünüz 2 turşulu əsasdır. Bu gördüyünüz 3 turşulu əsasdır. Və yaxud da, məsələn, natrium OH. Bu gördüyünüz 1 turşulu əsas hesab olunur. Belə. Adlandıranda da çox rahat bir qaydası var. Bəzi əsaslar var ki, onların tarixi adları var. Məsələn, bu gördüyünüz sönmüş əhəng adlanır. Şu an bir dənə yadımıza salaq, oksid olanda, kalsium oksidə biz deyirik sönməmiş əhəng. Yəni, əgər biz sönməmiş əhəngi suya salsaq, olacaq sönmüş əhəng. Sonra dahası, natrium OH-ı biz yeyici natrium qələvsi və yaxud da kaustik soda deyəcəyik. Uşaqlar, bu sözü xüsusən yadda saxlayın. Çünki biz soda sözünü bir neçə dəfə görəcəyik. Deməli, bu yeyici natrium qələvsi və yaxud kaustik soda, kalium OH-sə yeyici kalium qələvsi deyəsinik. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, əsasların deməli, digər adlandırması, yəni tarix yox, digər adlandırması məsələsində biraz oksidlərə bənzəyir, metal oksidlərinə bənzəyir. Metal əgər sabit valentlidirsə, sadəcə metalın adı, sonra hidroksid sözü. Baxın, bayaqları oksid deyirdik, indi hidroksid deyirik. Yox, əgər metal dəyişkən valentli olarsa, metalın adı, metalın oksidaşma dərəcəsi, sonra hidroksid deyəcək. Yəni, dəyərli dostlar, baxın, məsələn, mənə belə bir şey verilir. Sink OH 2 dəfə. Mən də bilirəm ki, sabit valentli metallarımız vardır. Bir daha burada yazıram ki, bir daha yadımıza düşsün, dəyərli dostlar. Deməli, sabit valentli metallarımız hansılardır? Litium idi, natrium, kalium, rubidium, sezium, sonra fransium var istəmirəm, kalsium, stronsium, barium,
Sonra bura alüminiumu əlavə eləyək, sonra bir də bura sink əlavə eləyək. Bax, bu gördüklərimiz sabit valentli metallar idilər. Və bunların o hidroksitlərini adlandıran sadəcə deyəcəm metallar, sonra hidroksit. Yəni, burada nə deyəcəm mən? Deyəcəm sink, hidroksit. Gözümün işıqları. Bu qədər bəsit məsələ. Yox, əgər dəyişən olacaqsa, yəni yerdə qalan digər metallar olacaqsa, məsələn, belə bir şey. Ferium OH 2 dəfə. Mən burada artıq metalın adını, onun valenti, sonra oksit sözünü deyəcəm. Və yaxud da oksidaşma dərəcəsini, sonra hidroksit sözünü deyəcəm. Məsələn, burada nə deyəcəm buna? Dəmir 2 hidroksit. İndi deyəcək ki, mən niyə 2 hidroksit? Çünki dostlarım, baxın, bunun valenti 2 valenti, bunun valenti 1 valentliymiş 2, bura 2 düşür. Bayaqlar dedim ki, metalın valenti, deməli, OH-ın ayağına gedəcək, OH-ın sayını müəyyən edəcək buna görə. Bu qədər bəsit adlandırma qaydası. Gəlirik əsasların təsnifatına. Dostlar, əsaslar suda həll olma qabiliyyətinə görə 2 qrupa ayrılır. Var suda həll olanlar, var həll olmayanlar. Həll olanların ikinci adına deyəcəyik qələvilər. Dostlarım, bu qələvlər dediyimiz hansılardır? Aktiv metalların və NH4-ün əsasları qələvə adlanır. Yəni, litium, natrium, kalium, sonra rubidium, sezium, sonra kalsium, stronsium, barium və bir də, əzizlərim, NH4-dən sonra OH görsəniz, siz deyəcəksiniz ki, bu həll olur. Yox, digər metallar olacaqsa, onlardan sonra, yəni yazıram bura, baxın, digər metallar və onlardan sonra OH görsəniz, bilin ki, bunlar suda həll olmur. Yəni, çöküntüdürlər. Məsələn üçün, mənə sual verilir. Deyək ki, ferium OH 2 dəfə. Bu suda həll olurmu, yoxsa yox? Xeyr, bu çöküntüdür. Niyə? Çünki aktiv metal və yaxud da NH4 deyil dəmir. Digər metallara aiddir, ona görə. Və yaxud da məsələn, mənə deyirlər, kalsium OH2 suda həll olurmu? Bəli, həll olur. Çünki aktiv metaldır kalsium, ona görə. Belə. Dahası, dəyərli dostlar, suda həll olmayan əsasların bəzilərində amfoter xassə var. Ay müəllim, bu amfoter xassə nə deməkdir? Dəyərli dostlar, yəni ikili bir xassə var. İnşallah gələcəkən onu biraz da açıqlayacaq, reaksiyaları falanları deyəndə. Hansılar da olar? Yadınızda qalsın. Amfoter metallara uyğun əsaslar amfoter əsaslardır. Yəni nə demək istəyirəm? Baxın, bir var, deyək ki, yazılıb bizə metal 2O3. Yəni burada metalın valenti 3 valentlidir, düzdürmü? Buna uyğun əsaslı olacaq metal OH 3 dəfə. Yəni 3 valentli metalların əsasları nə olur? Amfoter olurlar. Və bir də xüsusən, məsələn, burada nümunədə yazım, ferium OH 3 dəfə. Baxın, bu amfoterdir. Belə. Yadda saxlayın, baxın, ferium OH2 amfoter deyil, ferium OH 3'dür. Yəni, xüsusən 3 valentli versiyasıdır, bitti. Sonra da bir də xüsusi amfoter metallarımız var idi ya. Baxın, onların əsaslarında da artıq formul falan ehtiyac yoxdur. Onların əsasları amfoterdir. Məsələn üçün, bir daha yadınıza salıram, amfoter metallarımız hansılardır? Berilyum idi, sink idi, stannum idi, plumbum idi, bir də alüminium idi. Yəni, bunların OH-larını görsəniz, %100 bunlara deyəcəksiniz amfoterdir. Bitti. Başqa bir heç bir şey əlavə deməyəcək bura. Məsələn, deyək ki, sink OH2 nədir uşaqlar? Amfoterdir. Və yaxud da alüminium OH 3 dəfə. Bu gördüyünüz nədir? Bir dəqiqə uşaqlar, çox pis gündə yazdım bunu. Deməli, alüminium OH 3 dəfə. Bu nədir dostlarım? Bu da nədir? Amfoterdir. Belə. Gələk dostlar, turşular məsələsinə. Daha sonra bunların birinci xassələrinə baxaq, sonra turşulara baxarıq. Deməli, əsasların fiziki xassələri davam edirik bu söhbətimizi. Deməli, rənglərinə baxanda qələvlərin əksəriyyəti ağ rəngdə bərk maddələrdir. Bu arada bir şey deyim. Qələvlər nə demişdik? Suda həll olan əsaslardır. Yəni, aktiv metalların əsaslarıydı. Onların əksəriyyəti nə rəngdəymiş? Ağ rəngdəymiş. Və bir də bərk maddələrdir. Yerdə qalan əsaslara diqqət edək. Məsələn, kuprum OH2 mavi rəngdədir, kuprum OH sarı rəngdədir. Ferrum OH2 yaşılımtıl qonurdur. Bu arada bu əslində yaşılımtıldır, get-gedə qonurlaşır. Sonra ferium OH isə qonur rənglidir. Yəni əslində bu buna çevrilir deyə qonurlaşır get-gedə. Belə. Dahası, dostlar, əgər biz bir miqdar su götürsək, baxın, bir miqdar su götürürəm və bunun içərisinə qələvi ataramsa, yəni suda həll olan əsas ataramsa, baxın, qələvi, yəni suda həll olan əsas. Məsələn, natrium OH atsam və bura lakmus kağızını əlavə eləsəm, lakmus kağızı burada göyərəcək. Amma uşaqlar, mən bura məsələn üçün deyirəm,
Ferium OH2-ni atsam və lakmus kağızına baxsam, lakmus kağızının rəngi dəyişməz. Deməli, qələvi lakmusu göy rəngə boyayır. Yox, qələvi atmasam, ferium OH2 atsam, o lakmusa təsir eləməyəcək. Uşaqlar, bunun özünə məxsus səbəbi var. Çünki mən əgər suda həll olan əsası suyun içərisinə atsam, suda həll olan əsas öz iyonlarına parçalanacaq. Yəni, buradan natrium müsbət və OH mənfi əmələ gələcək. Həmən bu OH mənfidir, lakmus kağızına təsir edəcək, onu göy rəngə boyayacaq. Əgər mən ferium OH2-ni atacamsa, ferium OH2 iyonlarına dissosiasiya eləməyəcək. Nəticə etibarilə də lakmusa təsir eləməyəcək. Lakmusa təsir eləmək üçün OH-ın olması vacib şərtdir. Dəyərli dostlar, turşular məsələsi var. Gəlin turşulara başlayaq. Turşularda nələr var? Turşular hidrogendən və turşu qalığından ibarət olan mürəkkəb maddələrdir. Yəni, nə demək istəyirəm? Məsələn, üçün bir neçə də belə deyim, nümayəndə yazın. Məsələn, baxın, H-xlor, HNO3 və yaxud da H2SO4. Fikir verirsə, bunların hamısında hidrogen var, bir və yaxud da bir neçə dənə. Bir də yerdə qalan qalıq var. Baxın, bu qalığa da deyəcəyik biz turşu qalığı. Deməli, turşular ibarətdir hidrogendən və yerdə qalan qalıqdan ki, bu qalığa da biz deyəcəyik turşu qalığı. Dəyərli dostlar, turşuların əsaslığı adlı bir termin var. Bu nə deməkdir? Turşuların əsaslığı, əgər qeyri-üzvü turşulardırsa, metal atomu ilə əvəz oluna bilən hidrogen sayı onların əsaslığı müəyyəndir. Əslində, üzvü turşularda da elə bedir. Metal atomu ilə əvəz oluna bilən hidrogen sayı bunların əsaslığı müəyyəndir. İndi, qeyri-üzvü turşularda əsasən əsaslıq orada olan hidrogen sayı deməkdir. Məsələn, bax, bu gördüyünüz birinci turşumuz 1 əsaslıdır. İkinci turşumuz 1 əsaslıdır. Çünki burada 1 hidrogen var. Üçüncü turşumuz 2 əsaslıdır. Bu qayda davam edir və yaxud da H3PO4 yazılır. Baxın, bu da 3 əsaslı turşudur. Amma uşaqlar diqqətli olaq. 2 dənə qeyri-üzvü turşu görəcək, sizə testdə qabağınıza çıxacaq. Bax, bu gördüyünüz H3PO3. Adama elə gəlir 3 əsaslı, amma 2 əsaslıdır əslində. Və yaxud da H3PO2. Adama elə gəlir 3 əsaslıdır, əslində bu 1 əsaslıdır. Deməli, bu ikisini uşaqlar diqqətli olaq. Bunları yadınızda saxlayaq ki, baxın, bu turşular deməli, nədirlər bu turşular? Qaydamızdan biraz kənara çıxandılar. Sonra, üzvü turşulardasa əsaslıq karboksil, yəni COOH sayı ilə müəyyən olur. Bu sayı neçələrsə o qədər əsaslıdır. Məsələn, yazılıb CH3, COOH. Burada 4 dənə hidrogen görürsünüz. 3'ü burada, biri burada. Amma bu 4 əsaslı deyil, 1 əsaslıdır. Niyə? Çünki bir dənə karboksil var. Yəni, ancaq və ancaq buradakı hidrogen metalla əvəz oluna biləcək. Ona görə biz buna deyəcək bir turşulu, daha doğrusu bir əsaslı turşu. Belə. Keçək dostlar, turşuların adlandırılması məsələsi. Əzizlərim, əgər turşularda oksigen yoxdursa, yəni oksigensiz turşudursa, bu zaman biz uyğun qeyri-metalın adının sonuna id əlavə edəcəyik. Məsələn, baxın, yazılıb H-xlor. Görürsünüz, burada oksigen yoxdur. Uyğun qeyri-metalda xlordur. Buna deyəcəm xlor. Axırına da id əlavə edəcəm, yəni xlorid turşusu. Və yaxud da yazılıb H2S. Burada görürsünüz, oksigen yoxdur. Buna deyəcəm sulfid. Yəni, siz id görsəniz, bilin ki, burada oksigen yoxdur. Yox, əgər deməli, oksigen olacaqsa, biz it, at, nə bilim, per, hipo, bu sözlərdən istifadə edəcəyik. Yəni, itat nə deməkdir, ona birinci baxaq. Məsələn, var HNO2, var HNO3. Dəyərli dostlarım, birincidə, deməli, azot maksimum oksijen dərəcəsində deyil. Birincisi, azotun oksijen dərəcəsi müsbət 3-dür. İkincisi isə maksimum müsbət 5-dir. Əgər element maksimum oksijen dərəcəsindəsə, buna biz at deyəcəyik. Yəni, buna deyəcəm mən nitrat. Baxın, at dedim. Yox, əgər maksimum deyilsə, itdən istifadə edəcək. Nitrit. Baxın, itdən istifadə edəcək. Bəzən belə bir şey olacaq. Bir dənə turşu olacaq. Məsələn, deyək ki, H2CO3, da H2CO2 deyə bir şey yoxdur. Bunun oksijen dərəcəsi müsbət 4-dür. Biz də bilirik ki, karbon maksimum oksijen dərəcəsindədir. Yəni, mərkəzi atom burada. Mərkəzi atom 4-cü qrup elementidir. Maksimum oksijen dərəcəsi müsbət 4-dür. Bu da müsbət 4-dədir. Yəni, biz buna nə deyək? Buna deyəcək karbonat. Karbonat turşusu deyəcək. Belə. Ola bilir ki, dostlar, bəzən bir neçə dənə, məsələn, baxın, H-xlor O2, H-xlor O3, bir neçə dənə turşu əmələ gətirib mərkəz atom. Tamam, buna dedim xlorit, buna dedim xlorat. Bunlar aydındır. Amma belə bir şey də varmış. H-xlor O. Bu, dostlar, itə oxşayır, amma itdən də azdır. Buna hipo sözü əlavə edəcəm. Hipoxlorit. Və yaxud da var H-xlor O4.
Baxın, bu at oxşur, atdan da böyüdür. Per əlavə edəcəm buna. Per, xlorat. Baxın, at kimi yazıldı, xlorat. Amma per sözündən istifadə edilir. Bu da it kimi yazıldı, xlorit. Amma hipo sözündən istifadə edirdim. Belə. Bəzən meta falan, piro belə sözlərindən də istifadə edəcəm. Məsələn, bir turşu yazaq. Deməli, H3PO2, H3PO3, H3PO4, HPO3, H4P2O7. Baxın, bu turşulara bir dənə diqqət edin. Birinci turşumuzun adı olacaq hipofosfit. Fosfit. Sonra olacaq fosfit. Bunlar bəlli. Yerdə qalanlarsa fosfatlardır. Fosfat. Baxın, üçü də fosfat. Davam edək, dəyərli dostlar. Deməli, baxın, bunların üçü də fosfatdır. Bir dəqiqə. Üçü də orada bir texniki xəta oldu. O səhifəyə də keçə bilmədim. Ona görə davam edirəm buradan. Deməli, baxın, orada biz turşu yazmışdıq. H3PO4 də yazmışdıq. HPO3 də yazmışdıq və H4P2O7. Baxın, bunların üçü də fosfatdır. Fosfat. Sadəcə fosfat. Sadəcə fikir verin. Niyə bunların üçü də fosfatdır? Çünki burada fosforun oksijeşmə dərəcəsi maksimumdur, yəni müsbət 5-dədir. Bunların üçünə də fosfat deyəcəm. Sadəcə birinə deyəcəm ortofosfat, ikincisine deyəcəm metafosfat, üçüncüsünə deyəcəm pirofosfat. Bu şəkildə bunları adlandıracağım. Yəni, turşuların adlandırılmasında qısası bu məqamlara diqqət edərsiniz. Turşular ayrılacaq qruplara. Dəyərli dostlar, turşular qüvvətli, orta qüvvətli və zəif turşulara ayrılır. Qüvvətli turşular nələrdir? Oksigensiz turşular, yəni H florda, H klor, H brom, H iod, onların hamısı bir dənə H2S-dən başqa qüvvətli turşu hesab olunur. Oksigenli turşulardansa HNO3, H2SO4 və H klorodur. Bunlar qüvvətli turşu hesab olunur. Sonra orta qüvvətlilər. H3PO4, H2SO3. Bunlar orta qüvvətli. Yerdə qalan turşular da təbii ki, zəif turşu hesab olunur. Gəlirik növbəti məsələmizə. Dostlar, deməli, turşuların fiziki xassələri. Turşular əksəriyyətlə suda həll olurlar və turşular maye və bərk maddələrdir. Yadınızda qalsın, H2 silisium O3. Bu turşu deməli suda həll olmur. Qalan turşular suda həll olacaqlar. Sorumda asıl. Turşuların deməli bərk halda olmaq məsələsi içərisində deməli fosfor olan bütün turşular bərkdir. Sonra içərisində metal olan turşular bərkdir. Maye turşuların populyar nümayəndələri, məsələn, HNO3 maye haldadır və yaxud da deyək ki, H2SO4 maye haldadır və s. Sonra turşular lakmusun rəngini qızardırlar. Bir dənə uşaqlar H2 silisium O3-dən başqa yerdə qalan turşuları suya atsaq, onlar suda həll olurlar. Məsələn, HNO3 suda həll olacaq, öz iyonlarına da parçalanacaq. H müsbət və NO3 mənfi belə iyonlarına parçalanır. Və bu H müsbət də lakmusa təsir edəndə buradan bir qırmızı rəng ortaya çıxacaq. Təbii ki, H2 silisium O3 suda həll olmadığından burada həmin o rəngdən söhbət belə gedə bilməz. İnşallah ki, bu fikrim də aydındır sizə. Davam edək, dəyərli dostlar. Turşuların, deməli, yadınızda qalsın ki, davamsız turşular əgər ağzı açıq qabda saxlansa, bunlar parçalanacaqlar. Nəticədə kütləsi azalacaq. Nə demək istəyirəm? Məsələn, dostlar, var H2, deyək ki, CO3. Bu çox davamsız bir turşudur. Dərhal da parçalanır nəyə? H2O-ya və karbon qazına. Deməli, bu turşunu əgər ağzını açıq qoysaq, parçalanacaq və nəticə etibarən turşunun miqdarı azalmış olacaq. Və yaxud da HNO3, nitrat turşusu. Yəni, nə olsun qüvvətli turşudur, amma çox işığın təsirindən belə parçalana bilən bir turşudur. Nəticədə H2O, NO2 və O2. Baxın, bu maddələri parçalanacaq və nə olacaq dostlar? Bu turşunun miqdarı azalmış olacaq. Yəni, demək istədim, bu turşular ki var, onlar davamsız turşulardır. Və başqa bir dənə populyar bir turşu deyim sizə. H2SO3. SO4 demirəm, aşağı SO3 deyirəm. Bu turşuda parçalanır, alınır H2O və SO2. Yəni, qısası bu turşuları H2SO3-dür. Testlərdə ən çox bunlar düşür. H2, H2CO3 və HNO3. Bu turşuları əgər biz asan parçalanan maddələr, davamsız maddələr olduğundan
Az qabda, açıq qabda saxlasaq, bunlar parçalanıb uçub gedəcəklər. Sonra dahası, bəzi turşular var ki, onlar deməli qazlardan əmələ gəlir. Yəni xüsusi qazlar var. O qazları suda həll edir, alınır turşu. Bu turşulara misal olaraq hansıları göstərmək olar? Məsələn, H-flor, nə bilim, H-xlor, sonra H-brom, H-yod, sonra H2S. Baxın, bu kimi oksigensiz turşular var ki, onlar əslində müvafiq olaraq bu qazların suda həll olmasından yaranır. Əgər mən bunları qızdırsam, nə baş verəcək? Bunları qızdırsam, bu deməli maddələr uçub gedəcəklər və ümumiyyətlə ağzında açıq saxlasaq, bu qazlar uçub gedəcəklər. Nəticədə turşuların deməli miqdarı azalmış olacaq. Bəzi turşular var ki, onlar higroskopik turşulardılar. Məsələn dostlar, H3PO4. Baxın, bu turşu higroskopikdir. Yəni çöldən özünü su uda bilir. Və yaxud da başqa bir turşu deyim, məsələn üçün H2SO4. Bu turşular higroskopikdirlər. Yəni ətrafdan su udurlar. Yəni biz əgər ağzını açıq saxlasaq bu qabların, ortosifat və sulfat turşusu olan qabların ağzını açıq saxlasaq, bunlar kənardan su udacaqlar. Nəticədə qabın kütləsi artmış olacaq. Və yaxud da uşaqlar, yadınızda qalsın, bu iki turşunun məhlullarını qızdıranda birinci növbədə su uçub gedir. Bunlar özü uçub getmirlər. Ona görə də turşu get-gedə qatılaşır. Amma məsələn, bax, bu gördüyünüz turşuların məhlullarını əgər qızdırsaq, birinci növbədə bunların özləri gedir deyə turşu durulaşır. Belə bir şey olur. Davam edək. Dəyərli dostlar, indi başlayaq duzlara. Duzlar nədən ibarətdir? Duzlar metal atomu və yaxud da NH4 və bir də turşu qalığından ibarətdir. Belə bir şey deyirlər. Məsələn, baxın, əsas, deyək ki, bir dənə əsas yazıram, natrium OH. Əsas nədən ibarətdir? Metaldan və turşu qalığı, hidroksid qrupundan. Bir dənə turşu yazıram. Yazıram, baxın, H-xlor. Bu nədən ibarətdir? Hidrogendən və turşu qalığından. İndi duz nədir? Duz əsasdan metalı götürüb sanki, turşudan da turşu qalığını götürüb. Bunların ikisinin qarışımından əmələ gəlib, gördüyünüz duz. Deməli, duzun valideynləri kobud dildə desək, əsaslar və turşulardır. Bu qədər. Deməli, dostlar, duzlar özləri ayrılacaq qruplara. Hansılar da o qruplar? Deməli, normal duz, turş duz, əsası, iki qat və qarışıq duzlara ayrılır. Normal duz nə deməkdir? Bir növ metal və bir növ turşu qalığı olacaq. Yəni, nə demək istəyirəm? Məsələn üçün, baxın, bir növ metal natrium, bir növ də turşu qalığı SO4. Yazılır bizə natrium 2SO4. Bu gördüyünüz normal duzdur. Və yaxud da ammonium, yəni NH4. Bu metalın əvəzinə gəlmiş bir qalıqdır. Və bir də dostlar, deyək ki, NO3. NO3 nitrat turşunun qalığı. Bir növ turşu, nitrat turşunun qalığı var və bir də bir növ əsasın qalığı var. Bu arada bir şey deyim, NH4 özünü burada metal kimi aparacaq. Biz buna deyəcəyik normal duz. Sonra var turş duz. Dostlar, turş duz nə deməkdir? Turş duzda turşu qalığının içində metalla əvəz oluna bilən hidrogen qalır. Yəni, tam-tamına metalla əvəzlənmir. Məsələn, bizim yuxarıdakı misala bir dənə fikir verdik. Gördük ki, orada bir dənə hidrogen var idi və həmin hidrogeni metaldan əvəz elədi. Nəticədə natrium klor aldım da. Dostlar, amma bu arada burada bir də su da alınır. Neysə. Deməli, dostlar, ola bilər ki, baxın, turşu qalığının içində hidrogen çoxdur. Onun bir qismi metalla əvəz olunub, bir qismi əvəz olunmayıb. Məsələn, uşaqlar, baxın, natrium HSO4. Buna deyərlər turş duz. Yəni, metal atomu, turşu qalığı və bir də burada hidrogen var. Bu arada bir şeylə, bax, bura diqqət edin. Burada da hidrogen vardı, amma mən buna normal duz dedim. Çünki burada olan hidrogen turşu qalığının hidrogeni deyildi. Əsas tərəfdən gələn, yəni xüsusi bir əsasımız var, NH4OH. Biz buna ammonium hidroksid deyirik. Bax, bu qrup özünü metal kimi aparır. Metalın əvəzinə gəlib bu qrup, belə deyək. Bunun içindəki hidrogen nəzərə alınmır. Biz ona deyəcək, əsas, daha sonra normal duz deyəcək ona. Amma aşağıdakı nə dedik? Dedik turş duz. Turş duzları belə başa düşək. Təsəvvür edin, uşaqlar. Var natrium OH, üstünə gəlirəm, H2SO4. Bu H2SO4-dən ola bilər ki, bunun ikisi də metalla əvəz olsun. Ola biri əvəz olsun. Məsələn, natrium gəlir, hidrogen birini
qırağa tullayır. Onun yerinə girir. Olur natrium HSO4. Təbii ki, buradan bir də HOH, yəni su alınacaq. Fikir verirsə, deməli hidrogen biri qaldı, biri isə getdi. Ola bilərdi uşaqlar. Mən 2 dənə natrium OH gəlsəydim, o bir hidrogeni də götürüb gedərdi. Yəni qısası, əgər turşu qalığının içində hidrogen varsa, hansı ki onlar yenə əvəz oluna bilərsə, mən buna nə deyəcəm? Buna deyəcəm turş duz. Turş duzu yadınızda qalsın ki, turş duzu yalnız və yalnız çox əsaslı turşular əmələ gətirə bilir. Yəni, məsələn, HNO3 var ha. Bu HNO3 turş duzu əmələ gətirə bilməz. Məsələn, deyək ki, natrium OH ilə reaksiya girsin. Natrium buradakı hidrogeni əvəz edəcək, düzdürmü? Oradakı hidrogeni də əvəz etsə, onsuz da bir dənə hidrogen var. Alınacaq natrium NO3. Burada daha hidrogen yoxdur. Deməli, bu normal duz olacaq. Dahası, gələk əsası duz məsələsinə. Dəyərli dostlar, bu əsası duz nə olan şeydir? Əsası duzlarda əsasa aid bir xatirə qalır. Yəni, məsələn, nə demək istəyirəm? Təsəvvür edin, biri vardı, biri yox idi. Kalsium OH deyə bir maddəmiz var idi. Gözəl insanlar, bax. Burada görürsünüz 2 dənə OH var. Üstünə gəlin bunun H xlor. Deməli, kalsium OH, H xlorla belə bir müqavilə baxılır. Deyir ki, qardaş, belə eləyəcək. Mən sənə bir dənə OH verəcəm, sən də əvəzinə o xloru mənə verəcəksən. Razısanmı? Deyir, hə, niyə də razı olmayayım? Nə baş verəcək onda? Olacaq kalsium OH xlor. Baxın, OH 2 dənə idi. Biri getdi, əvəzinə bir dənə xlor girdi. Üstə gəlirəm. OH ilə də bu H bir-birinə birləşincə alınır HOH, yəni su. Fikir verdinizsə, burada əsası duz alındı. Yəni, əsasa aid bir xatirə qaldı. Deməli, əsası duz nə olan şeydir? Kalsium OH. Deyək ki, xlor burada yazaq. Əsası duz o duzdur ki, içərisində bir növ metal, bir növ turşu qalğı və bir də əsasa aid xatirə, yəni OH olacaq. Dahası, var 2 qat duz. Bu 2 qat duz nə olan şeydir, dəyərlər? Üzr saymış olur. Yerimiz az deyə buranı silib yazmaq zorundayıq. Deməli, dostlar, 2 qat duz dediyimiz odur ki, təsəvvür eləyin, bu arada bir şey dediyim, əsası duzu bir turşulu əsas əmələ gətirə bilməz. Yəni, nə demək istəyirəm? Baxın, natrium OH. Üstünə gəlirəm, deyək ki, məsələn, HNO3. Burada yenə müqavilə bağlanır. Deyilir ki, natrium deyir ki, ay nitrat turşusu, gəl belə eləyək. Mən bir dənə sənə OH verirəm, əvəzinə mənə bir dənə NO3 ver. Baxın, OH getdi, onsuz da bir dənə OH edəcəm. OH getdi, əvəzinə NO3 gəldi. Oldu natrium NO3. Daha natriumun ikinci OH yoxdur ya, içəridə saxlaya bilsin. Bir dənə OH var idi, o da getdi, əvəzinə NO3 aldı. Alındı HOH. Bitdi. Və ona görə də dostlar, yadınızda qalsın ki, bir turşulu əsaslar əsası duz əmələ gətirə bilməz. Yəni, içində bir dənə OH olan əsaslar əsası duz əmələ gətirə bilməz. Necə ki, demişdik bayaqları, bir əsaslı turşu, yəni içində bir dənə hidrogen olan turşular turş duz əmələ gətirə bilmirdi. Eyni zamanda bir turşulu əsaslar da əsaslı duz əmələ gətirə bilməz. Davam edək. Dəyərli dostlar, baxın, 2 qat duz deyə bir şey var. Deməli, biri var idi, biri yox idi. Deyək ki, bir var idi. Uşaqlar, mən deməli, sulfat turşusunu biraz qəribə yazacağım. Əslində, bu maddə H2SO4-dür. Mən onu bir balaca qəribə yazıram. Nə yazıram? Yazıram HOS. Buna quruluş formulu deyirlər əslində. Belə oksigenləri də belə yazım. 4 dənə oksigen var, 2 dənə hidrogen var. Quruluşu belədir bunun əslində. Bunun üstünə gəlirəm. Natrium OH və bir də kalium OH. Təsəvvür edin, turşu 2 dənə maddə ilə müqavilə bağlayır. Bir natrium OH ilə, bir kalium OH ilə eyni anda müqavilə bağlayır. Və deyir ki, qardaş, gəl belə eləyək. Buradakı sənin metalını mənim hidrogenimlə əvəzləyəcək. Problem yoxdur. Həmçinin də buradakı hidrogenimi də sənin metalından əvəzləyəcək. Tamam, olsun. Onda nə baş verəcək uşaqlar? Alınacaq buradan natrium O düşürt, kalium O düşürt, oksigenlər də öz yerində. Və bir də buradan su çıxacaq təbii ki. Biz bunu bir balaca normal abra gətirsək, baxın, burada nə var? Bir dənə natrium var, bir dənə kalium var, bir də SO4 var. Uşaqlar, fikir verin. Burada 2 növ metal, bir növ turşu qalığı gördük. Natrium, kalium, SO4. Gördünüz ki, 2 növ metal gördük. Hə, uşaqlar, əgər turşunun içərisində bir dənə əgər
hidrogen olsaydı, məsələn üçün deyək ki, olsun deyək, bax, natrium OH üstünə gəlirəm. Biz götürək xlorat turşusunu, yəni H-xlor O3-ü. HO, xlor, OO. Ha, uşaqlar, bax, bu müqavilədən bir dənə natriumdan bir dənə hidrogen yerini dəyişəcək. Daha ikinci metalı kalium OH da gəlib ki, mənlə də müqavilə bağlı, deyir, qardaş, hidrogenim yoxdur ki, sən də müqavilə bağlayayım. Ona görə də deyirlər, bir əsaslı turşular nə turş duz, nə də iki qat duz əmələ gətirə bilmirlər. İki qat duz əmələ gətirməsi üçün, yəni iki dənə metalla müqavilə bağlaya bilməsi üçün iki dənə hidrogeni olmalıydı. Və yaxud da turş duz əmələ gətirməsi üçün, yəni bir dənə hidrogenin fəda eləyib, heç olmasa özündə də hidrogen saxlaması üçün bu hidrogen sayı çox olmalıydı. Buna görə. Belə. Dahası, gələk dostlar sonuncu duz növünə. Bu duz növü nədir? Bu duz növü olacaq qarışıq duz. Allahım, nə deməkdir bu qarışıq duz? Dəyərli dostlar, qarışıq duzda iki qat duzun əksi nədir? Burada bir növ metal olur, iki növ turşu qalıq olur. Bu nə deməkdir, ay Allah? Baxın, bir var idi, bir yox idi. Bir kalsium OH2 var idi. Mən kalsium OH2-ni biraz qəribə yazıram. Kalsium OH, OH. Baxın, belə yazıram. Üstünə gəlirəm. İki növ turşu. H-xlor, deyək ki, bir də H-brom. İki növ turşu. Bunların arasında müqavilə bağlanır. Deyir ki, qardaş, gəl belə eləyək. Mən bu OH-ı verirəm, sən də mənə əvəzində turşu qalığını verirsən. Oldu mu? Deyir, hə, yaxşı, problem nədir ki? Həmçinin, bu OH-la da brom arasında bir müqavilə bağlanır. Bitdi. Görün nə alınacaq? Kalsium, xlor, brom. Üstə gəlirəm. Yerdə qalan H-la da OH birləşincə 2 mol HOH alınacaq. Yəni biz nə gördük burada? Bir növ metal, iki dənəsə turşunun qalığı var. Biz buna deyəcəyik qarışıq duz. Yəni kalsium, xlorid, bromid. Və yaxud da belə də yazma olur. Başqa bir turşuda deyim. Kalsium, xlorid, nitrat. Belə. İndi dostlar, bax, belə bir şey deyim sizə. Biraz istisna hallar deyim sizə. Birincisi istisna hallarımız, buna diqqət edin. Ammoniumun duzları. Məsələn, bu NH4NO3. Baxın, bu yazdığımız bayaq ki, normal duzdur. Ya, cənnətdə ki, bunun içində hidrogen var. Bu hidrogen turşu qalığının hidrogeni deyilsə, biz buna normal duz kimi baxacaq. Bu bir. İkinci məqam. Bayaqlar sizə bir şey dedi. İki dənə turşu var idi ki, hansı ki, o qaydanı, qanunu tapdalamışdı, çeynəmişdi, keçmişdi. Baxın, həmən maddələrdə də biraz diqqətli olmağımız lazımdır. Yəni, nə demək istəyirəm? Baxın, məsələn üçün, var H3PO2. Əzizlərim, bu bir əsaslı turşudur. Mən bunun quruluşunu çəkəndə əslində belə çəkəcəm. Bunun quruluşu əslində belədir. HO. Baxın, quruluşu belədir. Deməli, nə edir? Üstünə gəlirəm natrium OH. Bu, sadəcə bir dənə metalla bu hidrogenin yerini dəyişə bilir. Deməli, uşaqlar, turşu qalığında əgər oksigenli turşudursa, oksigenlidirsə deyirəm ha, ancaq oksigenlə birləşən hidrogen metalla əvəz oluna bilir. Və nəticə etibarı ilə bu alınacaq natrium OPHHO. Üstünə gəlirəm HO. Uşaqlar, bu gördüyünüz turş duz deyil ha. Uşaqlar, nə olsun içində hidrogen qaldı? Bu bir əsaslı turşu idi. Bir əsaslı turşu nə deməkdir? Yəni, bir dənə hidrogen əvəz oluna bilərdi, o da əvəz olunub. Daha başqa hidrogenlər əvəz oluna bilməz. Uşaqlar, biz buna normal duz deyəcəyik ha. Baxın, testlərdə də düşəndə diqqət eləyin. Əgər PO2 qalığı görürsünüzsə, bu normal duzdur. Məsələn, deyək ki, natrium, deyək ki, PO2. H2PO2. Baxın, belə bir maddə. Bu normal duzdur. Cənnətdə ki, içərisində hidrogen var. PO2 qalıq. Hə, bir də H3PO3 var idi. Baxın, bu maddə var. H3PO3. Bu maddədə iki əsaslıdır. Yəni, əgər bunun bir dənə hidrogeni əvəz olunsa, turş duzdur. Məsələn, baxın, natrium H2PO3 görsəniz, bu turş duzdur. Amma natrium 2HPO3 görsəniz, bu artıq normal duzdur. Cənnətdə ki, içərisində hidrogen var. Deməli, H3PO2-də 2 dənə hidrogen belə görsəniz normal duzdur. H3PO3-ün qalığındasa 1 hidrogen görsəniz, artıq bu nədir? Normal duzdur. Yox, 2 dənə hidrogen görsəniz turş duzdur.
Burada diqqətli olarsınız bir balaca. Gəlir dostlar adlandırılması məsələsi. Adlandırılmasında əgər normal duzdursa, sadəcə metalın adı və turşu qalığının adı deyilir. Təbii ki, metal əgər sabit valentlisə metalın sadəcə adı, dəyişkən valentlisə metalın adı və valentli veriləcək. Məsələn, belə bir şey deyim sizə. Deyək ki, mənə belə bir maddə verilir. Natrium NO3. Bu gördüyünüz sabit valentlidir. Adı da natriumdur. Bu gördüyünüz də nitrat turşusunun adıdır. Qalığıdır daha doğrusu. Buna nə deyəcəm? Buna deyəcəm natrium nitrat. Uşaqlar, mən nat nitrat yazmıram, natrium nitratdır. Tənbəlliyəm sadəcə, hamısını yazmıram. Hə, turş duzlarda bəs necə olacaq vəziyyət? Yenə də metalın əgər sabit valentlisə adı, dəyişkən valentlisə adı və valentliyi. Sonra keçirik turşu qalığı hissəsinə. Məsələn, uşaqlar, gəlin belə bir. Natrium HSO4. Bax, deyəcəm natrium. Tabii ki, natriumun adını deyəcəm. Sonra bu qalıq da sulfatın qalığıdır. Sulfat. Amma uşaqlar, burada bir hidrogen var. Hidrogen olanda hidro sözündən istifadə edəcəksiniz. Yəni, natrium hidrosulfat. Yox, əgər hidrogen qalıqda 2 dənədirsə, dihidro sözündən də istifadə eləmək olar. Məsələn üçün, burada yazım onu. Deyək ki, yazılıb natrium H2PO4. Buna baxırıq. Buna nə deyəcəm? Buna deyəcəm natrium, baxın 2 dənə hidrogen var. Dihidro ortofosfat. Hə, indi şagirdləri çaşdıran məqam nədir? Məsələn, belə bir şey yazıram. Kalsium HSO4 2 dəfə. Şagird bunu oxuyur. Kalsium dihidrosulfat. Deyirəm, dihidrosulfat. Niyə? Baxın, kalsium bildik. Kalsiumu yazdıq. Bu qalığa fikir verin. Bu qalıqdan 2 dənə də olsun cənnətdə ki, bu qalığın özü HSO4 qalığıdırmı? HSO4 qalığı da sulfat, bir dənə də hidrogeni var. Hidrosulfatdır. Tamam da hidrosulfatdan 2 dənədir, o başqa məsələ. Yəni buna deyəcəm kalsium hidrosulfat, daha dihidro deməyəcəm. Hidrosulfat. Bir daha deyirəm, səbəb nədir? Çünki bax, mən bu qalığın özünə diqqət edəcəm. Bu qalıqdan 2 dənə olur olsun, o başqa məsələ. Mənə əgər məsələm üçün deyirəm, bax, buna fikir verin. Bu konkret olaraq turşunun bir hidrogen çıxarılmış versiyasıdır. Yəni H3PO4 adlı bizim turşumuz var idi. Ondan bir hidrogen çıxarmışam, qalıb H2PO4. O qalığın içində 2 dənə hidrogen var. O yüzden bir dənə qalıqda 2 dənə hidrogen var. Mən buna dihidro dedim. Belə. Dostlar, əsası duzları, daha doğrusu 2 qat duzları gəlin görək necə adlandıracaq. 2 qat duzları adlandıranda belə bir şey deyəcək. Metalın birincisinin adı, ikincisinin adı, sonra turşu qalığının adını deyəcəm. Məsələn üçün, mənə belə bir şey verir. Natrium, kalium, SO4. Burada nə deyəcəm? Deyəcəm natrium, kalium, bax natriumun adını dedim, kaliumun adını dedim. Sonra da SO4'ün, yəni sulfatın adını deyəcəm. Natrium, kalium, sulfat. Bitdi. Uşaqlar, ola bilər ki, məsələn, belə bir şey olsun. Natrium 2, kalium PO4 və yaxud da kalium 2, daha doğrusu kalium, yox, kalium deməyək, daha doğrusu belə olsun. Natrium, kalium 2PO4. İndi mən bunun ikisinə də natrium, kalium, ortofosfat deyə bilmərəm. Əgər görsəz 2 qat duzlarda, baxın 2 qatlarda deyirəm ha bunu. 2 qat duzlarda metalın miqdarı birdən artıqsa onun sayını göstərəcək. Yəni baxın, burada görürsünüz metalın atomunun sayı birdən artıqdır. Yəni burada deyəcəm dinatrium, sonra bir dənə kalium var. Kalium, da monokalium demirəm. Ortofosfat. Ortofosfat. Çünki bu gördüyünüz qalıq ortofosfatın qalığı idi. Bu birisində isə deyəcəm natrium dikalium. 2 dənə kalium var deyə. Baxın, natrium dikalium ortofosfat. Yəni də ortofosfatın qalığı var burada. Ortofosfat. Bu şəkildə. Dahası, əsası duzlarda nə edəcək? Əsası duzlarda biz hidrokso sözündən istifadə edəcəyik. Yəni, məsələn üçün, verilir bizə kalsium OHNO3. Metalımız kalsiumdur. Kalsium. OH əgər bir dənədirsə, hidrokso sözündən istifadə edəcəm. Hidrokso. Sonra da bu qalığın adını deyəcəm. Bu qalıq da nitrat turşusunun qalığıdır. Hidrokso nitrat. Bu şəkildə deyəcəm. Yenə də əgər görsəniz ki, OH-ın miqdarı birdən artıqdır, o zaman nə edəcəyik dostlar?
hidrokso sözündən istifadə edəcəm. Yəni nə demək istəyirəm məsələn? Alüminium OH 2 dəfə xlor. Baxın deyəcəm alüminium OH-dan 2 dənədir. Dihidrokso. Bunları dedim. Qalır bir dənə xlor. Xlorid. Bu şəkildə. Son olaraq qarışıq duzlar. Bunlar necə adlandırılacaq? Gəlin onda bir dənə baxaq. Mən bunları aşağıda silirəm. Çünki yerimiz çox azdır. Silmək olar. Aha. Dostlar, qarışıq duzlarda vəziyyətimiz necə olacaq? Qarışıq duzlarda da yenə də metalın adı, sonra turşu qalıqlarının adını deyəcəm. Sadəcə ola bilər turşu qalıqlarının miqdarı, daha sonra belə də qalığın özünün sayı əgər növ demirəm aşağılar. Qalığın özünün sayından, qalığın özündən bir dənə artıqsa onun sayını göstərəcəm. Yəni nə demək istəyirəm? Məsələn, mənə belə bir şey verilirdi. Kalsium xlor NO3. Sadəcə burada metalın adı, yəni kalsium sonra xlorid, sonra da nitrat. Çünki nitrat turşunun qalığı idi. Amma uşaqlar buna baxın. Alüminium məsələn. Xlor 2, NO3. Burada nə deyəcəm? Alüminium. Baxın, 2 dənə xlor var. Dixlorid. Bir dənə də NO3 var. Nitrat. Əzizlərim, və ya başqa bir şey deyim. Alüminium, xlor, NO3 2 dəfə. Burada deyəcəm alüminium, xlorid, dinitrat. Uşaqlar, yenə də bir dənə xatırlatma edeyim sizə. Dəyərli dostlar, yadınızda qalsın ki, normal duzlarda bu işi görməyəcək. Məsələn üçün, belə bir şey olsun. Kalsium xlor 2, kalsium dixlorid deməyəcək buna. Sadəcə kalsium xlorid deyəcək buna. Oldu mu? Söhbət burada qarışıq duzlarda turşu qalığının sayını əgər birdən artırsa göstərəcək. Gəlir dostlar, duzların fiziki özəlliklərinə. Duzların birincisi əksəriyyəti bərk maddələrdir və böyük bir qismi duzların ağ rəngdə olur. Duzların suda həll olması məsələsinə xüsusən diqqət eləmək lazımdır. Baxın, tərkibində natrium, kalium, NH4, NO3, CH3, CO olan bütün duzlar həll olur. Yəni nə demək istəyirəm? Məsələn, bizə verilib natrium 2, CO3. Həll olurmu? Bəli. Niyə içində natrium var? Və yaxud da kalium 3, PO4 həll olurmu? Bəli, içərisində kalium var. Və yaxud da NH4 2 dəfə S həll olurmu? Bəli, içərisində NH4 var deyə. Və yaxud da argentum NO3 həll olurmu? Bəli, içərisində NO3 var deyə. Və yaxud da CH3, COO deyək ki, 2 dəfə kalsium həll olurmu? Bəli, içərisində çünki sirkə turşusunun qalığı var. Qısası, bunları görsəniz, daha siz belə gözünüzü yumaq deyək ki, bunlar suda həll olur. Sonra xloridlər, yəni içərisində bir dənə xlor olanlar, hamısı həll olur. Məsələn, ferium xlor 2 həll olurmu? Bəli. Baxın, ferium xlor 3 həll olurmu? Bəli. Bu 2 dənədən başqa, əslində 3 dənə var. Civək xlor 2 də var. Onu sadəcə daha çox işlətmirlər, onu öyle demədim sizə. Argentum xlorid çöküntüdür, həll olmur və plumbum xlorid çöküntüdür, həll olmur. Sonra sulfatlar, yəni içərisində SO4 olanlar. Hamısı həll olur. Məsələn, kuprum SO4 həll olurmu? Bəli, bal kimi həll olur. Ferium SO4 həll olurmu? Bəli. Yəni, bir çox siyahını uzatma olur. Sadəcə 5 dənə SO4-dən başqa. Argentum, plumbum, kalsium, strontium və barium SO4-ləri çöküntüdür. Qalan SO4-lər həll olur. Gəlirik PO4, SO3, nə baxın, CO3, silisium O3, S. SO3-ü daha çox demirlər əslində, çünki bəzi istisnaları var. Neysə. Amma xüsusən bu PO4, CO3, silisium O3 və S belə qalıqları əgər görsəniz, bilin ki, bunlar çöküntüdür. Oldu mu? Yəni nə demək istəyirəm? Məsələn, mənə deyək ki, alüminium PO4 həll olurmu? Xeyr. Çünki içərisində PO4 var. Çöküntüdür. Və yaxud da kalsium karbonat həll olurmu? Xeyr. Çöküntüdür. Və yaxud da nə bilim axı deyək ki, magnezium metasilikat həll olurmu? Xeyr. Çöküntüdür. Və yaxud da deyək ki, kuprum S həll olurmu? Xeyr. Çöküntüdür. Ay uşaqlar, bəs bu indi saydığım PO4, CO3, silisium O3, S bunlar nə vaxt həll ola bilirlər? O vaxt həll ola bilirlər ki, bu 3 dənə ilə birləşsələr. Məsələn, baxın yuxarıya.
natrium karbonat çöküntü deyil. Çünki içərisində natrium var. Olsun karbonat olan şeylər çöküntüdür, amma içərisində natrium olanda karbonatın hünəri çatmır. Həll olur, gedir. Və yaxud da PO4 baxın kaliumla birləşir. Deməli bu saydıqlarım natrium, kalium və NH4 ilə birləşərsə həll olur. Qalanlarında çöküntüdür. Bir də uşaqlar yadınızda qalsın, bütün turş duzlar həll olurlar. Bütün turş duzlar. Və belə bir qaydamız var. Turşunun içərisində, duzun içərisində hidrogenin miqdarı artdıqca onun suda həll olma qabiliyyəti də artır. Yəni nə demək istəyirəm? Məsələn deyək ki, X3PO4. Bir bu var. Bir var X ən hansı metalda yaşalır. X2HPO4. Bir də var XH2PO4. Bunların bu istiqamətdə həll olması artır. Niyə? Çünki içərisində hidrogenin miqdarı artdı. Deməli, bütün turş duzlar həll olur. Turşun içərisində hidrogenin miqdarının artması onun həll olmasını sürətləndirir. Amma uşaqlar, belə bir şey var. Bir də buna diqqət edin dostlar. Natrium karbonat, natrium hidrokarbonat, yəni soda və çay sodasını müqayisə elədikdə soda daha yaxşı həll olur. Bu o demək deyil, çay sodası həll olmur. O da həll olur. Sadəcə olaraq baxın, hidrogeni az olan, yəni hidrogeni 0 olan, hidrogeni nisbətən çox olandan, hidrogen 1 olandan daha yaxşı həll oldu. Yəni bizim az öncə dediyimiz bu qaydanı biraz tapdaladı keçdi. Dəyərli dostlar, bununla da deməli turşu əsas oksid duz. Bunlarla ilkin tanışlığımız bitdi. İnşallah biz gələn dərsimizdə sizlə bunların alınması və kimyəvi xassələrinə baxacağıq. Diqqətiniz üçün təşəkkürlər. Allah razı olsun. Çox sağ olun.